Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana. Ebel Kasım Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Ve alihi teyyibine tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Euzu billahi semil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul ukdeten min lisani yefqahu qavli. Cümə xutbəsində biz deməli İmam Səccad əleyhissalamın tövbə edənlərin münacatı gəldik bu yerə çatdıq ki, İmam buyurur ki: Əs'əluke ya gafirəz zənbil kəbir və ya cabirəl azmil kəsir ən təhəbə li mubiqatil cərair və təstura aleyyə fadihatis sərair. Ey böyük günahları bağışlayan və sınmış sümüyü bərpa edən, səndən istəyirəm ki, məni həlak edən günahlardan, məni həlak edən günahlarımı bağışlayasan və məni rüsva edən gizli eyiblərimi örtəsən. Ey böyük günahları bağışlayan və sınmış sümüyü bərpa edən, maraqlı bir sözdür. Yəni günah elə bir şeydir ki, insanın sümüyü necə sınar və o sümüyü bərpa etmək çətin bir məsələdir. Hətta bəzən bərpa etmək olmur. Deyir, günah elədir ki, sanki insanın sümüyünü, ruhun sümüyünü sındırır, amma onu bərpa edə biləcək, öz həminki vəziyyətinə qaytara biləcək bir kəs var. O da uca Allahdır ki, Allah onu bacarır və tövbə vasitəsilə o sümük bərpa olur. Cabirəl azmil kəsir, cübran etmək, əvəz etmək, yəni bərpa etmək, yenidən əvvəlki vəziyyətinə qaytarmaq. Cabir yəni o sözdən də əvvəlki vəziyyətinə qaytarır. Sınmış sümüyü əvvəlki vəziyyətinə qaytarır. Elə bir ki, yəni sınmış sümükdən əsər, əlamət yoxdur. Bəzi günahlar var ki, həqiqətən Allah bağışlamasa o günahları, qiyamət və axirətdə o günahlar bizi həlak edəcək. O günahı axtarmaq lazımdır. Biz başda mən olmaqla hansı günah eləyirəm mən? Onu axtarmaq lazımdır və o günahdan qurtulmaq lazımdır. Qurtulub tövbə etmək lazımdır. Daha doğrusu tövbə edib qurtulmaq lazımdır. Bəzi günahlar da var ki, məsələn, o günahlar ki, onun bərpası çətin olur, qiyamətdə və axirətdə sual-cavab olacaq. O misal olaraq küfürdür, Allaha küfr etmək, şərik qoşmaq və s. Bəzi günahlar da var ki, bağışlanar, amma onun bağışlanması çətin olur, çox çətin olur. Çünki insan o günahda artıq mütəxəssis olub. Hətta günahda da mütəxəssis olur, bəli, günahda gəlib mütəxəssis olur. Eşitmişik də fiqdə ictihad əhli deyirik. Filan kəs, məsələn, filan alim fiqdə ictihad əhlidir, müctəhiddir. Bəzi insanlar gəlir günahlarda müctəhid olur. Müctəhidin vəzifəsi nədir? Bu təhlükəli bir sözdür əslində. Müctəhidin vəzifəsi nədir? Fiqhi məsələləri, hədisi, ayəni, əqli, bunlar hamısı birləşdirir bir yerə, hədisdən, Qurandan istinbat eləyir, şəri hökmləri üzə çıxarır, çalışır, cəhd eləyir, üzə çıxarır, hökmlər verməyə başlayır. Və hətta bəzən yeniliklər də ortaya qoya bilər, məsələyə yeni bir baxışla baxa bilər. Çox təhlükəlidir. İnsanda gəlir, elə insan var ki, gəlir, günahda müctəhid olur. Günahda ictihad edir, elə günahlar kəşf edir və yaxud da o günah ki, məsələn, həmişəki günahdır, onun fərqli tərəflərini kəşf edir günahın. Günahda mütəxəssis olur. Eyni bir günahı fərqli cəhətdən eləyir. Çox təhlükəlidir. Qiyamətdə belə insan müctəhid olacaq, mütəxəssis olacaq, amma günahın mütəxəssisi olacaq. Həqiqətən belə insanlar var. Düzdür, o insanları qınamaq olmaz. Allah o insanlara tövbə nəsib eləsin. Hər birimizə tövbə nəsib eləsin. Amma çətin bir vəziyyətdir ki, insan gəlib günahda ictihad edir. Bu günahı necə eləyə bilərəm? Görmürsünüz, bəzi insanlar var, məsələn, rast gəlmişik də. Görürsən ki, günahdan danışır. Heç vaxt o günah
bizim ağlımıza gəlməzdi və yaxud da heç vaxt o günahı fərqli formada eləmək bizim ağlımıza gəlməzdi. Sən necə getdin bura çıxdın? Çünki o qədər günah barədə. Müctəhid hədis, fiqh barəsində o qədər fikirləşir, hədis, Quran və fiqh məsələləri üzrə çıxarmaq üçün o qədər fikirləşir, müctəhid olur. Bu isə əksinə gəlir pis şeydə, yəni günahda o qədər fikirləşir, günahı ictihad eləyir. İctihad sahibi olur. İnsan o qədər o günahda mütəxəssis olur və mütəxəssis olmaq nə deməkdir? Yəni o günahı çoxlu yerinə yetirməlisən ki, gəlib onda mütəxəssis olasan, yeniliklər kəşf eləyəsən günahda. O qədər o günahı yerinə yetirir, mütəxəssis olur. İndi gəl ondan çıx. Gəl elə ki, o günah bağışlansın, tövbə nəsib olsun. Bəzən məsələn necə ki, müctəhid bir fiqh məsələnin içərisinə girir, bəzən çıxa bilmir, zehni oradadır. Müctəhid üçün yaxşı bir şeydir. Amma günahkarlar, bəzi günahkarlar gəlirlər, girirlər o məsələyə, çıxa bilmirlər, zehinləri onunla məşğuldur. Əstəğfurullah, mən müctəhidləri, alimləri belə müqayisə kimi oldu, amma əslində bu müqayisə deyil, bu həqiqi sözdür. Bu həqiqi sözdür, həqiqətdir. Yəni, müctəhidlik ancaq və ancaq o demək deyil ki, müsbət şeylərə aid olsun. Mənfi şeylərdə də müctəhidlik var da, mənfi şeylərdə də ictihadı var. Ola bilər ki, bəzi, məsələn, görürük ki, hansısa bir məktəb özünə aid olan fiqh məsələni ortaya çıxır, amma batil bir məktəbdir, misal olaraq. O demək deyil ki, buna biz müctəhid deməyik. Müctəhiddir. Bu məsələdə müctəhid. İnsan da bəzən gəlib günahda müctəhid ola bilir. Çox təhlükəlidir bu. Ona görə o günahların bağışlanması çox çətin olur. Tövbə eləmək istəyir, tövbəyə iradə eləyir, amma nəsib olmur. Yəni, mən tövbə edəcəm deməklə deyil, nəsib işidir o. Nəsib işdir. Yəni, bizə bir nəsib olmalıdır ki, o tövbəni eləyə bilək. İradə etməklə deyil. Nə qədər işləri biz iradə eləmişik, amma nəsib olmayıb. Nəsib işi başqadır. Allah yanında görəsən mən o tövbədən nəsiblənəcəm, yoxsa yox. Çətin bir məsələdir. Görsək ki, bir yerdə bizə deyəsən tövbə qismət olur. O tövbəni qaçırmamalıyıq. Və Allahdan istəyirəm ki, hər birimizə bax, o tövbədən nəsib eləsin. Tövbənin həqiqətini nəsib eləsin. Həyatımızda nəsuh tövbəsin bizə yetirsin. Bu çirkabdan çıxa bilək. Hamımız günahkarıq. Başda mən olmaqla hamımız günahkarıq. Hamımızın bir günahı var. Dərdləşirik də, özümüzsün burada dərdləşirik. Mən dərdimi deyirəm, siz də dərdinizi dinləyirsiniz. Dərdləşirik bir-birimizdən, necə eləyək, necə qurtulaq. Allah barəsində danışır. Oturub indi canlı olmasa da səmimi olaraq oturub danışırıq. Birimizi görməsək də oturub danışırıq ki, ay əzizlər, biz günahın içərisindəyik. Deyəsən biz günahı etməkdən az qala mütəxəssis olaraq. Mütəxəssis oldunsa tövbə mütəxəssisliyə, yəni günah mütəxəssisliyinə uyğun gəlmir. Tövbə onun əksidir. Tövbə eləmək üçün gərək bu mütəxəssislikdən keçəsən və yaxud da o mütəxəssis həddinə çatmamış günahı tərk eləməliyik. Dəhşət bir şeydir. Mütəxəssis həddinə çatmamış o günahı tərk etməliyik. Çatdınsa çox çətin olacaq, çox problemlər yaranacaq. Hətta günahı tərk etmək məni incidəcək. O qədər alüdə olmuşuq, bunu tərk etmək incidəcək, narahat edəcək. Günahı tərk edirəm, nə olsun? Öyrəşmirsən. Ruhun o günahla boyanıb, tərk eləyə bilmirsən, tərkində sənə əziyyət var. Əziyyət olur. Peyğəmbərimizdən belə bir məzmunda hədis var, mən oxumuşdum bunu. Deyir ki, vay olsun o insanların halına ki, günahdan ləzzət ala bilirlər. Olur günahdan ləzzət almaq, olur, amma özü insan gəlir, onu ləzzətə çevirir. Deyir, vay olsun o insanın halına. Günahdan ləzzət almağı bacardınsa, deməli mütəxəssis oldun sən günahda. Peyğəmbər deyir, vay olsun insan halına. İndi mən də əlavə olaraq deyirəm ki, əgər bir insan o günahdan ləzzət aldısa, o deməkdir ki, o günahda artıq mütəxəssis oldun. Bitdi, iş bitdi. Bəli, mümkündür, mən demirəm, Allah bütün günahları bağışlayar. İnnallaha yəğfiruz-zunubə cəmi'a. Allah bütün günahları bağışlayar. Amma bəzi günahlar var ki, o nəsib işdir, nəsibi gec olar, çətin olar. O qismət olması üçün o tövbənin biz əziyyət çəkə bilərik, əziyyətlə ayrıla bilərik.
Niyə bu qədər əziyyətli? Çünki mütəxəssis öz işindən çətin ayrılır. Həzrəti Əli əleyhissalam ona görə də bu tövbə üçün 6 şərt qoyur. 6 dənə şərt deyir. Deyir ki, mən bunu saymadan öncə qeyd edim ki, ya da bunu axırda deyərəm, İmam Səccadın sözünü axırda deyərəm. İmam Səccad ona görə deyir, sınmış sümüyü bərpa edən, sınmısan, ruh sındı, sınmış sümüyü, yəni mütəxəssis olanı o mütəxəssislikdən çıxardan, böyük günahları bağışlayan, örtən, yəni o qədər çətin bir məsələdir, sınmış sümüyə bənzədib Allah. Həlak edən, günahlarımı mən həlak edir. Bu ixtisas məni həlak edir. Eybimi örtən, qoyma ilahi bilsinlər ki, mən bu sahədə ixtisaslaşmışam, mütəxəssis olmuşam. Həzrət Əli əleyhissalam 6 şərt sayır tövbə üçün. Deyir ki, birinci budur ki, qəlb peşmanlığı. İnsan həqiqətən də o mütəxəssislikdən çıxmaq istəyirsə, qəlbi peşman olmalıdır. Qəlbən peşman olmalıdır. Zahirdə mən peşmanam. Yox, həqiqətən Nəsuh tövbəsində demişdik. İnsan qəlbində bir ah deyilən bir sözü deməlidir. Qəlbə ah deməlidir, ah çəkməlidir. Dillə istiğfar ikinci şərtdir. Bu olandan sonra dillə istiğfar elədin. İlahi, əstəğfirullah, Rabbi və ətubu iləyh. Yəni qəlbimdən gəlir. Bu dildə deyilən əstəğfirullah qəlbimin tərcüməsidir. Sonra üçüncü şərt olaraq deyir, zahiri əməl. Zahirən tövbəvi göstər. Zahirən, məsələn, yaxşı işləri görərək tövbəvi göstər. Sədəqə ver, tövbəvi göstər. Səcdəyə get, tövbəvi göstər. Sonra dördüncü şərt İmam Əli əleyhissalam buyurur ki, günahı tərk etməyə əzm etmək, bir də o günaha qayıtmayacaqsan. Tövbə elədin və düşünməyəsən o günahı, qayıtmağı düşünmə, əzm eləməlisən, iradə eləməlisən. Tövbənin şərtlərindən budur. Şərtlərindən biri budur. Sonra deyir ki, haramla, 5-ci şərt, haramla inkişaf etmiş bədəni, yəni əti əritmək lazımdır. Əgər haramla inkişaf etmirsənsə, haram yeməklə inkişaf etdirmişiksə, o bədəni arıqlatmaq lazımdır ki, o haramlar aradan geçsin. Görürsünüz, o qədər ciddi bir məsələdir. Haramla da o bədən inkişaf etsin. İndi sən onu, o bədənin inkişafını saxlamalısan. Belə deyim, bədəndə olan o haram yeməkləri aradan aparmalısan ki, bədənin, ətin inkişaf eləyib. Və 6-cı şərt, çox gözəl şərtdir. Hamısı gözəldir, amma 6-cı mövzumuza uyğundur da. İtaətin şirinliyini dadmalısan. İtaətin şirinliyini dadmalısan. Necə ki, günahın şirinliyini dadırdın. Necə günahdan, Peyğəmbərin bayaq dediyi sözü kimi, günahdan ləzzət almağa başladın, ləzzətlə oldu. Elə bilmə ki, günahdan tövbə elədik, vəssalam, digər şeylər mənə ləzzətli olacaq. Ləzzət almalısan, elə bir həddə satmalısan ki, Allahdan o qədər istəməlisən ki, İndi itaətdən, Allaha itaətdən ləzzət almalısan. Çünki neçə ildir mən günahdan ləzzət alıram. Yəni bunu Cabirə zəmb deyir də, yəni əvəz olunmalıdır. Yəni bunun əvəzi çıxılmalıdır. Əvəzi çıxılmasa mən gəlib əgər günahdan ləzzət alıramsa itaətdən ləzzət almaram. İtaətdən o qədər ləzzət almalıyam ki, necə ki günahda o qədər ləzzət aldım. Ki günahın ləzzəti yaddan çıxsın. Ki o sınmış sümük bərpa olsun. Allah bağışlayandır, Allahdan heç nə azalmaz. Amma bir də bizim əməllərimizdən asılıdır. Özümüz də addım atmalıyıq. Allah bağışlayanda, amma özümüzü peşman halına gətirməliyik. Allah bağışlayanda, amma biz də çalışmalıyıq ki, itaətdən ləzzət alaq. Allah bağışlayanda, Allahın o bağışlamağı o şəxsə şamil olur ki, tövbənin şərtlərinin hamısını yerinə yetirmiş olsun. O zaman bağışlanma şamil olar. İlahi, mən niyə bağışlamadın? Mən bağışladım, təzdən sən qayıtdın günaha. Bacarmadın. Tövbənin şərtlərini düzgün eləmədin. Bilsən, bu nə deməkdir? Sınmış sümüyü bərpa eləmək. Sən də mənə kömək eləməlisən. Sən bir addım at, mən 10 addım atım. Bu əslində insanların o sui-istifadəsini aradan aparır da. Elə günah eləyim, tövbə eləyim. Günah eləyim, tövbə eləyim. O qədər asandır. O qədər asandır. Asan deyil. Həzrət Yusifin qardaşları
tövbə eləmək istəyəndə deyirlər tövbə eləyərək də. Həzrət Yusifi atlar quyuya və deyirlər ki, tövbə eləyərək sonra. Amma illərlə tövbə nəsib olmadı. Həzrət Yusif tapılandan sonra, böyüdükdən sonra, gəlib Misirin əzizi olandan sonra onlara tövbə nəsib oldu. Yəni, tövbə eləyərək də ucur olmur. Tövbə nəsib işidir. Allaha Qafur deyirik və yaxud oxuduq, ya qafirə zəmb. Qafur örtən deməkdir. Günahları örtən. Üstəlik örtüb bağışlayan. Biri var ki, mən kimisə eybini gizlədirəm, amma gəbra, səndə mənim hesab kitabım var. Bir də var ki, yox, eybini gizlədirəm, özüm də elə yanaşıram ki, günah keçsin olmayıb. Deyir, Allah Qafur deyəndə, bağışlayan deyəndə günahları örtən və günahları örtüb günahları bağışlayandır. Üzərinə getmir da. Nə oldu, nə elədin, niyə belə elədin, başqalarına bildirmirəm, yaxşı, amma sən niyə, yox, üzərinə getmir. Hətta bir çox günahlar bağışlayan deməkdir. Hətta bir neçə dəfə əfv eləyən deməkdir. Bir çox günahları bağışlayır. Allahın zatı Qafurdur, bağışlayandır, günahları, eybləri örtəndir və dəfələrlə günahları bağışlayır, dəfələrlə. Seyr-i suluk yolunda deyilir ki, insan gərək günahşünas olsun, günahı tanısın. Günahı tanımadığımız halda günahdan qaça bilmərik. Bəli, günahda mütəxəssis olma, amma günahı tanımaqda mütəxəssis ol. Yəni, günahı edim, günahlardan nələrsə kəşf edeyim, yeni günah kəşf edeyim, fərqli tərəflərini kəşf edeyim, yox. Günaha getmə, amma günahda mütəxəssis ol ki, nələr sənin günahına səbəb ola bilər, nələr zinaya səbəb ola bilər, nələr qeybətə səbəb ola bilər, nələr, məsələn, hansı bir cinayətə səbəb olar. Bunları tap. Bu cəhətdə mütəxəssis ol. Yəni, vərə əhli ol. Vərə əhli nədir? Yəni, günahın yaxınlaşmır. Qoxusu gələn kimi çəkilir. Biri var ki, məsələn, mən günaha yaxınlaşıram, amma eləmirəm. Bir də var ki, günah olan yerə ümumiyyətlə heç getmirəm. Heç yaxınlaşmıram. Heç o tərəfdən naməhrəm gedəcək, misal olaraq. Gedirəm, onun yanından keçirəm, onsuz da baxmıram ki. Günah eləmirəm. Amma vərə əhli nədir? O tərəfdən getməyə nə ehtiyac var? Zəruri deyilsə o tərəfdən getmə, bu tərəfdən get. Yəni günaha heç yaxınlaşma. Birdən göz zinası eləyərsən. Ehtiyatını tut. Günahı tanımasaq ondan qaça bilmərik. Nəfsi tanımasaq nəfsin istəkləri nədir? Nəfs bizdən nə istəyir onu tanıya bilmərik. Nəfsin istəyini anlamasaq bunlar olmadığı təqdirdə insan bu yolu gedə bilməyəcək. Bəli, günahın içərisində mütəxəssis olmayaq, amma vərə əhli baxımından mütəxəssis olaq. Günahın nələr günahdır, tanıyaq günahı və günahın səbəblərini tapaq ki, o səbəblərə gedib çatmayaq, səbəblər baş verməsin. İmam Sadiq əleyhissalam buyurur ki, Qaləs Sadiq əleyhissalam. Buyurur İmam Sadiq və İmam Sadiq əleyhissalamın da elə şəhadət günləri idi, şəhadət günü idi. Allah o həzrətin dünyada ziyarətin, qiyamətdə bizlərə şəfaətin nəsib eləsin. Allah onun elmindən, bəhrələnənlərdən qərar versin bizi. Allah onun nuru elmindən bəhrələnməyə imkan versin bizlərə inşallah. Onun yolunu gedənlərdən qərar versin. İnşallah ki, söhbətlərimizlə, dərslərimizlə və yaxud insanlara dini çatdırmaqla İmam Sadiq əleyhissalama layiqli tərəfdar olaq. Buyurur İmam Sadiq əleyhissalam, İnnə min əkbəril kəbair indəllah əliyyəsə min rəvxillah vəl-qunuta min rəhmətillah vəl-əmən vəl-əmnə min məkrillah. Buyurur ki, günahların ən böyüyü o günahdır ki, insan Allahın nəvazişindən deməli, məyus olsun və Allahın rəhmətinə ümidsizlik eləsin. İmam sanki bir nöqtəni qoyur ki, narahat olmayın. Narahat olmayan bu mənada ki, Allah sınmış sümüyü bərpa eləyə bilər. Bəli, hər yerdə, hədislərdə deyir, Allah bağışlayacaq, Allah bağışlayan da tövbə eləsən bağışlayacaq. Amma məsələ budur ki, biz həm də neynəməliyik? Özümüzlə çalışmalıyıq. Allahın rəhmətindən ümidsiz olmamalıyıq. Ümidimiz olsun. Həm də bu ümidsiz olmamaq, Allahın nəvazişindən məyus olmamağın özü də elə tövbənin şərtlərindən biridir.
Yəni bunlar olduğu təqdirdə bizim qəlbimizdə bir halətlər baş verəcək, hallar yaranmağa başlayacaq. Tövbəyə tərəf getmək. Məsələn, təsəvvür edin ki, mən ümidsizəm. Təsəvvür edin ki, Allahın nəvazişindən ümidsizəm. Məyus olmuşam və gəlirəm tövbə edirəm. Nə mənası olacaq? İnsan düşünməlidir, Allahın nəvazişini düşünməlidir. Allah mənə nəvaziş edə bilər, Allah məni bağışlaya bilər, rəhməti çoxdur. Bunu düşündüyü halda insana o tövbə nəsib olar. Və deyir ki, ən böyük günah, davamında dedik və ən böyük günahlardan biri də budur ki, Allahın məkrindən, yəni cəzasından amanda olmağı düşünəsən. Elə bilmə ki, günah edəsən. Biri budur, günah elədin. Gəlib məyus olursan onun rəhmətindən, nəvazişindən məyus olursan və deyirsən ki, Allah da bağışlayar. Və yaxud deyirsən ki, bağışlamır, bağışlamasın da. Cəzasından neynirsən? Gəlirsən, özünü amanda hiss edirsən. Olmaz. İmam deyir ki, ən böyük günah elə budur. Allah o günaha görə səni cəzalandıracaq, cəzalandıra bilər. Özünü rahat hiss eləmə, bir narahatlığın olsun qəlbində. Ona görə İmam Səccad əleyhissalam deyir: "Əs'aluka ya gafirəz-zənbil kəbir." Ey böyük günahları bağışlayan və ya cabiləl azmil kəsir ən təhəbəlli mubiqatil cərair. Bir də oxuyum. Ən təhəbəlli mubiqatil cərair və təstur aleyyə fadihatiz sərair. Ey böyük günahları bağışlayan və sınmış sümüyü bərpa edən Allah, sən ki sınmış sümüyü bərpa edirsən, səndən istəyirəm ki, məni həlak edən günahlardan uzaq edəsən, həlak edən günahlarımı bağışlayasan və məni rüsvay edən o gizli günahlar ki var, rüsvay eləyir. İnsanlar bilsə rüsvay olaram, mələklər aləmində rüsvayam. O günahlarımı, eybimi istədiyim budur ki, örtəsən. Amma bunları da bilirəm ki, nə zaman baş verir, o zaman ki, tövbənin şərtlərindən doğru riayət edin və günahda mütəxəssis olun. Yəni, günahı tanımaqda mütəxəssis olun təbii ki. Bu zaman insan üçün tövbə qapıları yavaş-yavaş açıla bilər. Allah bizlərə həqiqi tövbəni nəsib eləsin inşallah. Allahümmə inna nəs'aluka və nəd'uk bismikəl azimə əl-azam əl-azzəl əcəlil əkrəm. فبمحمد وأهل بيته الطيبين الطاهرين يا الله 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 يا رحمن يا رحيم يا مقلب القلوب ثبت قلوبنا على دينك. İlahi əllərimizi naümid qaytarma, amin deyən dillərimizi lal öldürmə, bağışlamamış bizləri qəbr evinə göndərmə, bizlərin nəsuh tövbəsin qismət elə. İlahi, qəbrimizin ilk gecəsində İmam Səccad əleyhissalamı başımızın üzərində hazır elə. İlahi, cümə günündə qılınan cümə namazları, edilən duaları ali dərəcədə qəbul elə. Bütün müsəlmanları bir-birinə mehriban elə. İlahi, müsəlmanların düşmənlərini tezliklə zəlil məhv nabud elə. İlahi, Azərbaycanın bayrağını dünyanın hər yerində uca elə. İlahi, Azərbaycanımızı düşmənin hiləsindən qoru. İlahi, dünyanın hər yerindəki müsəlmanlara, körpə uşaqlara zülm olur, zəlil məhv nabud elə. Dünyanın hər yerindəki müsəlmanlara İslama xidmət edirlər, onları daha da müvəffəq elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Qazilərimizə tezliklə şəfa ver, onların valideynlərinə səbr inayət elə. İmam Zaman əleyhissalamın zuhrunu tez elə. Ağanın qəlbimizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və haqqı surətil mübarəkətil fatihəti mə'əs-salavat. Allahümmə salli ala Muhammedin və ali Muhammed və accil fərəcə.